Azərbaycanda terrora hazırlıqla təqsirləndirilən Abdulla Əliyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA'nın məlumatına görə bugün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçilən prosesdə şahidlər dindirilib. Şahidlərdən biri 15 yaş olduğu üçün qanuni nümayəndəsi ilə birgə ifadə verib. O, Abdulla Əliyevi tanımadığını söyləyib və tanımadığı bir şəxsin ona sosial şəbəkədən yazaraq bu işə yönləndirməyə çalışdığını əlavə edib. Mənə TikTokdan yazıb dini yönəlimlə bağlı danışdırmağa çalışdılar. Daha sonra Abdulla ilə danışmışam. Mən bu məsələlərə qarışmamışam. Onların aralarında sinagога hücumla bağlı söhbət etdiklərinin şahidi olmuşam. Amma əsla onlara qatılmamışam. Digər şahid isə qış parkı ərazisində Jekin işçisi kimi çalışdığını və Abdullanı həmin yerin yaxınlığında tutularkən gördüyünü söyləyib. Abdullah maşında ikən tutuldu. Maşında bıçaq, balta, benzin və s. olduğunu gördüm. Hadisə yerində çəkiliş olanda Abdullah tapılan əşyaların onun olduğunu dedi. Daha sonra sənədlərin tədqiqi mərhələsinə keçilib. Prosesin davamında vəkilinin suallarını cavablandıran Abdulla Əliyev bildirib ki, o Əhl-i Sünnə vəl Cəmaət adlı İslam cəmiyyətinin üzvü olub. Söhbətlərinin birində Yahudiləri öldürmək istədiyini söyləyib. Mən dedim ki, Fələstin məsələsinə görə Yahudini rahat öldürərdim. Düzdür, Molotov kokteyl söhbət oldu. Özümü təqsirli bilirəm ona görə ki, Azərbaycan tolerant ölkədir və mən bütün dinlərə hörmət etməliydim. Sədrlik edən hakim ondan əlində fürsət olsa bu əməli edib etməyəcəyini soruşub. Abdulla Əliyev fikirləşdikdən sonra edə bilməyəcəyini deyib. Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan olunub. Təqsirləndirilən şəxsin vəkili çıxış üçün vaxt istəyib. Növbəti proses oktyabrın 27-sinə təyin edilib. Qeyd edək ki, Abdulla Əliyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 28, 214.2.1 terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə 28, 214.2.3 terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməkdə törədildikdə 28, 214.2.6 terrorçuluq, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə 218.2 cinayətkar birlikdə, habelə mütəşəkkil dəstələrin təşkilatçılarının rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə maddələri ilə təqsirləndirilir. Telefonunda Simplex ani mesajlaşma tətbiqi vasitəsilə yaratdığı Xalifatul Mislumun adlı qrup aşkarlanıb. Təqsirləndirilən şəxsin IŞİD Xorasanın liderlərindən biri ilə təmasda olduğu və təlimat aldığı da müəyyən edilib.